Hər birinizi salamlayıram. Deməli bu gün yenə TikTok izləyirik. Nəyə görə tez-tez TikTok izləyirik bilmirəm. Özü də səhvən TikTok izləyirik. Biraz da TikToka bağımlılığım artıb. Necə deyim, TikToksuz yaşamaq mümkün deyil. TikToka reaksiya verməyi sevirəm. TikTok videolarına reaksiya çəkməyi sevirəm. Buna görə də like atın, bir dənə abunə olun. Like'lar çox önəmlidir. Laf çox önəmlidir. Mənim üçün dəyərlidir, yəni belə deyim, like'lar. Like atın, bir də kanala abunə olmağı yaddan çıxarmayın. Çünki kanalımıza abunə olsaz paylaşdığım videolardan xəbərdar olacaqsınız. Nəysə də çox uzatmadan keçdiyi videoya xoş izləmələr. Girişi nəyə görə belə uzadıram bilmirəm. Səhvən izlədiyim TikTokda qarşıma çıxan videonu görürük. Azərbaycan Milli İncəsənət Muzeyinə Mahnı ilə uyğun gəlməyib. Allah haqqı, mahnı ilə uyğun gəlməyib. Buna bir sinə mahnı qoymaq olar. Nəfəsimi kəsir həsrət. Nəfəsimi kəsir həsrət görməyəndə. Zordur amma yenə. Əla, saç stili yaraşıb. Deməli qardaşlar, bax belə bir aparatdır. Bax pulu əzməmiş götürmür. Şax yüzlükləri salırıq. Bunu görməmişdim, bunu da gördüm. İçinə götürmür. De qardaş, mənə əz ver. Hə, bax buna bax. Bax götürdü. İndi bir də əzməmiş yoxla, bax bunu bir də sağ. Bir də onu sağ. Gəl. Bax görürsüz qaytarıb. Belə kart yoxdur da, yəni belə bankomat yoxdur. Deyir, Bankomat piyan ol be nəsə. Bu nətər olar? Maraqlı gəldi mənə. Pulu ayıra bilmir də. Özü də qardaşın əlinə baxırıq nə qədər yüzlüyü var. Əzə göndərəcək bankomata. TikToku partlatdı qardaş. TikToku partladı yaman. Necə dayanıb belə? Oy da akuladır, əsl akula. Mən TikTokuma nə deyəsən, hə? TikToka bağımlılığım yenə artdı biraz da. Like atın da, like atın. Kimin kəndində belə tualet Oo, yeganə tualetdir ki, deşi qarla dolub. olsun. Görsən, başda qar tapısı Beylaqanda düz tualetin içinə kimi yağır. Bunu da görməmişdim, bunu da görmüş oldum. Şok. Xəbərləri falan çıxarmaq lazımdır. Bax bu neyinir? Atlanıb düşürdü adi bir yerdə. Yəni məqsədi nədir bunun? Bax reklam edir. Görürsüz ki, bax reklam edir. Lap belə də yox da, normal əlində tutub yəni tərifləyə bilərdi. Nəysə də yəni bu cür tullanmaq nə bilim. Axırda getdi. Telefonumun markası bu. Türkiye'de bulunmuyor. İlk defa gördüm ben. 2023 model. 2025 dəqiqə qardaş. Sıfır garantili kahve kadar. Orijinal. Nereden aldın abi? Antalya'da. Deyir Türkiyədə bulunmur. Ömrü də soruşur ki, hardan aldın? Deyir ki, Antalyadan. Yaxşı zarafat edir. Qaqaş əsl yəni oynamağına oxşadıb da o bir qaqaş. Bir dənə qaqaş var deyə qoyacam qıraqda baxarsınız. Bax əsl yəni bunun kimi oynadı da qaqaş. Halal olsun. O birincidə babat şapalaq qoydu ya. Bu nə olub? Bu məktəbə getməyib deyənə sevinir deyəsən. Təş ki mən də məktəbə getməsəydim bunun kimi sevinərdim. Bu insanlar gecə səhərə kimi hele bu küçələrdə Ha, bu nənənin sözlərini yazıblar fincana özü. plan çəkirlər. Seymur gecə səhərə kimi dədəsi Mayıslə Bu nənənin sözləri bir fincana sığışmaz. Siz inanırsınız ki bu Azərbaycanlıdır? Mən indi inandım. Mənzərə qəşəngdir ya. Beni zapt edebilecek olan mı? Mənə maraqlıdır ki bunun telefonu güznətər satıb. Ben bir kartalım. Atçılar özüdür də. Uşaqlar bazarlığa baxın. Toyda 25 manat. O toyda dava düşüb nədir? Pişik yemin oxşayır. Allah haqqı mən də pişik yeminə oxşatdım. Sonra uşaqlar bazarlıq eləmişik. O içinə kola. Siz nəyə kolaları sizin? Qəşəng. Hamının elədiyi amma səbəbi bilinməyən hərəkət. Ən çox da dərsdə. Müəllim ondakı dərs izah eləyir. Ayaqlar öz-özünə gedir də yəni. Əsəbdən olur məncə bu. 2020-ci ildə dönər 1 manat, 2024-cü ildə dönər 1 manat. Bu tərslikdə bir iş var. Elə bir ki 1 manata bir canlı satdı. Allahu Ekber. Bismillahirrahmanirrahim. Baba ne yapıyorsun? Oha. Tekalallisi
Tekalallisi. Babaanne ne diyorsun? Tekalallisi. Babaanne, babaanne korkuyorum. Tekalallisi. Ay bu TikTok'u çıxaranın əllərinə sağlıq. Ki bu cür videolarla qarşılaşırım. Kim bilir? Adi bir daşdır, hə? Kim bilər ki, bu nədir? Oy bu daş hələ də gedir. Bu laf nə dərindədir ki? Kim bilir bu nədir? Bu nədir? Bilən varsa həqiqətən şərhlərə yazsın. Yeraltı ev var, nədir bu? Enerjiya var nə? Qocalara telefon verməyin. Nokia belə verməyin. Nokia ilə də Nokia da olsa belə Nokia-nı satıb sensor telefon alıb ondan video falan yükləməyə çalışacaqlar TikToka. Effekti necə qoyub bir Snapchat işlədir bu. Evet arkadaşlar, Emin Usta şu anda topun üstünde yama yapıyor arkadaşlar. Emin Usta topun üstünde yama yapıyor. Bu Emin Usta ustalıqdan başqa hər şey eləyir. Helal olsun, topun üstünde yama yapıyor arkadaşlar Emin Usta. Helal olsun, helal olsun. Emin Usta elə bir vəziyyət aldı ki, qorxdum. Çox güzəndi nəsə. Bir videonun da sonuna gəldik. Ümid eləyirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, videonu bəyənib kanalımıza abunə olmağı yaddan çıxarmayın. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun, sevilirsiniz.